İnşallah heç bir problem olmasın. Sən onu sevirsən, o səni sevirsə, sevgi falan, bunlar hamısı boş sözlərdir. Sevgi də olsa, filan da olsa problem də olacaq. Deyir, sevinirəm, artıq məsələn boşanmaların sayı artıb, qadınlar artıq ailəni dağıtmağa qərar verə bilirlər. Elə bilir ki, insan belə xoşbəxt olacaq. Məhdudiyyətdən qaçma. Kişi də, qadın da, ikisinə də aiddir bu. Demirəm, qadın zülm çəkməlidir. Xeyr, xasiyyətlərdə ziddiyyətlər olur. Qadın və kişi bu ziddiyyətlərə sinə gəlib, həyatı şirinləşdirməlidir, böyüməlidirlər. Həyat bunun üçündür. Yoxsa nə xoşuma gəldi, onu atım qıraq. Xoşuma gəlmədisə, ondan imtina edim. Belə cılız insanlar formalaşır, sonra gedir, balaca həyat uyğunsuz olanda zövqünü gedir intihar edir. Gedir intihar edir. Heç neylə də ona kömək eləyənməzsən. Heç cür bu şeyləri insanlara anlatmasan. Qaydadır, qaça bilməyəcəksən. Ailədə ixtilaf olacaq. Qaydadır bu. Ona görə evlənəndə oturun, danışın ki, problemlərimiz olacaq, ixtilafımız. Əvvəldən evlənməmişdə, mən gənclərə tövsiyə edirəm. Qız oğlan evlənmək istəyəndə otursun, desin, ixtilaflarımızı necə həll eləyəcək? Deməsin ki, inşallah biz bir-birimizi anlaşma mühitindəyik. Bəli, anlaşma mühiti olmalıdır, amma ixtilaflara dözməklə böyüyürsən, sonra elə bir mehriban mühit yaranır ki, heç kəs səsini uzatmır. Can deyib can eşidirlər. Amma ixtilafları gözə almaq lazımdır. O mərhələdən keçmək lazımdır.